Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Çox ciddi bir xəbər çatdıracağam sizə. Bu xəbərdən prezidentin xəbəri yoxdur. Amma Vilayət Eyvazovun xəbəri var. Vilayət Eyvazov göstəriş verib ki, hadisəni törədənlər yerindəcə güllələnsin və hadisə məxfi qalsın, heç bir yerdə işıqlandırılmasın. Çünki polis Ləzgi xalqını söyübdür. Deməli, hadisə necə olubdur? Polisin qulağını, dilini kəsib 26 bıçaq vurublar. Polisə çaldırıblar. Yol polisi inspektoruna. Niyə, nə üçün, nə səbəbə? Getdik. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bir əxi, 9 il türmədə yatıb çıxmış bir əxi, yoldan gedirmiş, polis inspektoru saxlayıb. Bu saat polisin qazancı nədəndir? Hamınız bilirsiniz. 02 testi. Yəni hamını siydirirlər, sən narkotik istifadəçisisən deyə 1000, 2000, 3000, 5000 pulunu alırlar. Və bu əxini də polislər siydirir və narkotik çıxır. 02 çıxdı və dedilər ki, sən 2000 pul verməlisən. Nəyəsə razılaşırlar 1400-ə. Polis deyir ki, 1400 ver, axırıncı, səni buraxım. Bilirsən, 1000 manat yuxarı gedən puldur, 400 manat da reisdən polisin puludur. Uzun sözün qısası, bu adam 1000 manat verir. 9 il türmədə yatıb çıxan, o qanından, sidiyindən narkotik çıxan 1000 manat verir. Deyir ki, 400 manat da olanda verəcəyəm. Əlimə düşən kimi verəcəyəm. Uzun sözün qısası, bunun əlinə pul düşmür. Bu verməyəndə polis orada, burada oturan yerdə söyür Ləzgi millətini. Çünki həmən əxi Ləzgi idi. Bu millətini bellədiyim, bu Ləzgilər niyə belədir, niyə belədir? Ləzgiləri söyür. Həmən polis söyür, dəyərli həmvətənlərim, Ləzgiləri. Çox pis söyüşlər söyür bir neçə yerdə Ləzgilərə. Mən niyə pulumu vermədilər? Bunlar nə belə bir təri millətiymiş, nə bilim millətini bellədiyim vermədi. Bax belə söyür. Ləzgi beyni damarı tutur. Bu söz gəlib bu əxiyə çatır. Bu əxi öz dostları ilə plan qurur. Deməli, gedir əxi polis, həmən o, necə deyərlər, polis postuna, yol polis postuna gedir, deyir, gedək pulu verim də. Gedək deyir, pulu verim, gətiriblər. Deməli, minir post patrol maşınına, yolun qırağında başqa maşın